4 mart 2026-cı il tarixdə Masallı şəhər Heydər Əliyev parkında Masallı rayon İcra Hakimiyyəti və Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə region idmançılarının birinci festivalı və idman paradı keçirilmişdir. Festivalda Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və digər rəsmi şəxslər, həmçinin Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara rayonlarının idmançıları iştirak etmişdir. Öncə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əli Rızaoğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər. Festival, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra festivalda iştirak edən rayonların qələbə əzmli, peşəkar idmançıları və region komandaları tədbir iştirakçılarına təqdim edilmişdir. Sonra tədbirin ev sahibi, Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov təbrik nitqi ilə çıxış edərək bildirdi ki, martın 5-i Azərbaycanda idmanın, sağlam həyat tərzinin və gənc nəslin fiziki inkişafının təbliği üçün çox böyük əhəmiyyətə malikdir. Bu əlamətdar günün təsis edilməsi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsaslanır və ölkəmizdə idmanın geniş vüsət alması üçün mühüm təkan olmuşdur. Məhz bu tarixdə 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri ilə görüşərək idmanın inkişafı üçün yeni strategiyanın əsasını qoymuş, idman fondunu təsis etmişdir. Bu günü biz həm də milli idman hərəkatının inkişaf tarixinin bir parçası kimi qeyd edirik. Bədən tərbiyəsi və idman yalnız fiziki qüvvə və bacarıq deyil, eyni zamanda intizam, komanda ruhu, sağlam həyat tərzi və mənəvi cəhətdən güclü vətəndaşların formalaşması deməkdir. Bugün biz idmana başlayan, idmanla məşğul olan və yarışlarda rayonumuzu, ölkəmizi layiqincə təmsil edən gənc idmançılarımızla fəxr edirik. Sonra çıxış edən Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov bildirmişdir ki, bugün keçirilən idman paradı və 1-ci regional idman festivalı bir daha göstərdi ki, Masallı rayonu idman ənənələrinə sadiqdir və regionda idmanın inkişafı istiqamətində mühüm addımlar atılır. Rəsmi hissənin sonunda rayonun idman sahəsində səmərəli fəaliyyəti, sağlam həyat tərzinin təbliği, yüksək idman nailiyyətlərinin əldə olunmasına mühüm töhfə verməsinə görə İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təltif olunmuş bir qrup məşqçi müəllim və idmançıya rayon rəhbəri Araz Əhmədov tərəfindən fəxri fərman təqdim edildi. Masallı rayon İcra Hakimiyyəti və Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə keçirilən region idmançılarının birinci festivalı və idman paradı, idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təqdim etməsi ilə yekunlaşdı.